Zəmanə İmami ağamız İmam-ı Zəman əleyhissalamın zuhurunun təcilinə bizlərin o Həzrətin zuhurunda dəyərli, layiqli iştirakçı olmamızdan ötürü səlavası gedək. Allahümmə salli alə. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefkahu qawli. Qala'l hakim fi muhkem kitabihil kerim. A'udhu billahi mineşşeytanirracim. Şehru Ramazanellezî unzile fîhil Kur'an huden linnâsi ve beyinatin minel huda vel furqan. فمن شهد منكم الشهر فليصمه ومن كان مريضا أو على سفر فعدة من أيام أخر. Sadaqallahul aliyyul azim. Allahın salamı olsun siz, əziz, dəyərli, möhtərəm məscidimizin əhlinə, bizi izləyən, səsimizi eşidən hər kəsə. Allahdan diləyək, bu mübarək Ramazan ayında tutduğumuz orucları, qıldığımız namazları, Rəbbimizə əl açaraq etdiyimiz duaları, Quran-ı Kərimdən oxuduğumuz ayələri ali dərəcədə qəbul eləsin inşallah. Allah bu ayın bütün savab və xeyirlərindən, bərəkətlərindən faydalanmağı hər birimizə nəsib eləsin inşallah. Allah bu birliyimizi, bu vəhdətimizi, bu dostluğumuzu, bu qardaşlığımızı daimi əbədi eləsin. Möhtərəm cəmaatımız, Rəbbimizə sonsuz həmdlər, sənalar olsun ki, Allah boynumuza minnət qoyaraq bu bərəkətli, mübarək Ramazan ayının 9-cu gününə gətirib bizi çıxarıb. Amma bu gün üçün intizar çəkənlər olub. Amma keçən il Ramazanda belə edərəm deyənlər olub. Amma əfsuslar olsun, bugün bizim aramızda deyil. Bizim aramızda olmayan hər bir kəsin yerində mən də ola bilərdim, sən də ola bilərdin. Hər birimiz ola bilərdik. Amma bugün həmd olsun, rəhmət, bərəkət, məğfirətlə dolu olan Ramazan ayının 2-ci cüməsində və 9-cu günündə bizə Allah bir daha möhlət verib ki, fürsət verib ki, özümüzü bağışladaq, bağışlanan qulların cərgəsinə özümüzü daxil edək. Bunun üçün Rəbbimizə sonsuz həmdlər, sənalar, şükürlər olsun. İnanın, bu neymət-i üzmanın biz nə qədər istəsək şükürünü yerinə yetirək, bacarmarıq. Təsəvvür elə, əgər sən sağlam olmasaydın, bugün evdən qədəm götürüb Allah evinə gələ bilməzdin. Sağlam olmasaydın, ailənin, balaların, himayəndə olan insanların ehtiyacını təmin etmək üçün halal ruzi ardıca qazanc üçün gedə bilməzdin. Amma bu güc, qüvvət biz bəzən elə bilirik bizdəndir, amma yenilməz qüvvət, qüdrət sahibi olan, aləmlərin Rəbbi olan, Rəhman və Rəhim olan Allahdandır. Hər nəyimiz var ondandır. Və bugün sizinlə Quran-ı Kərimdən Əl-Bəqərə surəsinin 185-ci ayəsi barəsində danışacağam və sonra Şəbaniyyə xütbəsindən 3 cümləyə toxunaraq fikrimi bitirəcəm. Bugünkü cümə xütbəsinin mövzusu ayə və hədislərə o seçim etdiyimizə uyğun olaraq Ramazan ayı bağışlanmaq üçün fürsət və qəlbin dirçəlişi üçün bir vasitədir.
Ramazan ayı bağışlanmağımız üçün bir fürsət və qəlbimizin dirçəlişi üçün bir fürsətdir. Bu doğrudan da belədir. Yəqin ki, mənəvi ruhiyyədə olan hər kəs bunun fərqinə varır. Allah Taala Qurani Kərimdə Əl-Bəqərə surəsinin 185-ci ayəsində buyurur: Bismillahirrahmanirrahim. Şəhru Ramazan əlləzi unzilə fihil Qur'an. Ramazan ayı elə bir aydır ki, o ayda səmavi kitab olan Qur'an-ı Kərim nazil olmuş. Və bunu da qeyd edim ki, möhtərəm cəmaatımız, əziz müsəlmanlar, möminlər, Ramazan ayı yeganə aydır ki, Qur'an-ı Kərimdə adı keçir. Buyurur, Ramazan ayı elə bir aydır ki, bu ayda Qur'an nazil olub. Hudən linnas, insanları hidayət etmək üçün və bəyyinatin minəl huda vəl furqan. Haqqı batildən ayırmaq üçün Allah Taala bu Qur'anı nazil etmiş. Fəmən şəhidə minkumu şəhrə fəliyəsum. Buyurur ki, ayı görənlər, mübarək Ramazan ayının gəlişi vaxtı ayı görənlər oruc olmalıdır, oruc tutmalıdırlar. وَمَنْ كَانَ مَرِيزًا اَوْ عَلَى سَفَرٍ فَعِدَّةٌ مِنْ اَيَّامٍ اُخَرٍ. Amma ayı görəndə kimlər ki səfərdədir, ya xəstədir, xəstəlik üzündən tuta bilməsələr, onlar tuta bilmədiyi günləri fəiddətun min əyyamin uxər, ilin başqa günlərində, mübarək Ramazan ayı bitəndən sonra Ramazan ayı niyyəti ilə həmin günlərin neçə gün tutmayıb orucunu tutmalıdır. Buradan bir şəri məsələyə toxunum. Mübarək Ramazan ayında məşhur səfərlə bağlı olan suallardır. Təbii ki, mövzu genişdir, amma ayədə kim səfərdə olarsa və xəstə olarsa, həmin günləri oruc olmayıb, ilin digər günlərində oruc tutacaq deyə ayət-i şərifədə keçir. Ümumiyyətlə, səfər məsələsi İslam qaydalarına görə, çərçivələrinə görə gediş qaydışı 44 kilometr, yəni bir üzü gedişi 22 kilometr məsafə qət etmiş olsa, həmin məsafəni keçdikdə 4 rəkətli namazlar 2-yə qəsrə düşər və orucunu da açar. Burada şəriət hökmlərində, ali fiqhi risalələrdə ya şəriət hökmləri olan əməliyyə risalələrində qeyd olunub. Əgər insan bir dəfə zöhrdən əvvəl səfərə çıxar, bir dəfə zöhr namazından, azanından sonra çıxar. Əgər zöhrdən sonra səfər edərsə, o səfər edəcəyi yer, istər onun 10 gün qalacağı və yaxud da ki, böyüyüb başa çatdığı doğma kəndi, eli, obası olsun, istər 10 gün qalmayacağı və yaxud da ki, böyüyüb başa çatdığı kəndi öz vətəni olmayan bir yerə səyahət etsə, günün ikinci yarısı səyahət edəndə həmin şəxsin, oruc tutan şəxsin orucu yerindədir. Heç bir narahatçılığı yoxdur. Amma zöhrdən öncə səfər edirsə, o gedəcəyi yer zöhrə qədər çatmış olarsa və çatdığı yer 10 gün qalacağı və yaxud da ki, onun doğulub, böyüyüb, başa çatdığı bir yerdirsə və yaxud həmin şəxsin iş yeridirsə, adam 5 ildir, 10 ildir, 15 ildir işləyir və iş yerində də namazlarını da bütöv qılır. Bir sözlə, zöhr azanına qədər həmin bu dediyimiz 10 gün qalacağı və yaxud öz kəndi, doğma yeri ya daimi iş yerinə çatarsa, həmin günün orucunu tutacaq və namazı da təbii ki, tamdır. Amma o gedəcəyi yer 10 gün qalacağı yer deyilsə, məsələn, misal vurum daha aydın olsun deyə, mən özüm Saatlı rayonundanam və burada da 20 ildir yaşayıram. Burada mənim kəndimdir, eyniliklə burada olan, məsələn, əksəriyyət Cənub əhli olduğuna görə Lerik belə deyək də,
İstənilən bir kəndindən, indi bu aramızda şimal bölgəsindən də var, Arandan da var. Biz bunu ayırmaq üçün söyləmirik. Misal, örnək üçün qeyd edirəm. Biri məsələn öz kəndində, elində, obasında 20 il, 30 il yaşayıb, işlə əlaqədar üz tutmuşuq hamımız bura. Biri ali məktəb oxuyub, işləyib qalıb, biri elə köçüb və s. Olduğu yerdən, kəndindən, elindən, obasından bu üz çevirməyib. Yəni ümumiyyətlə daha mən bura qayıtmayacağam, daha buranı özümə belə deyək də kənd bilmirəm. Amma üstündən illər də keçsə, səndən soruşanda hardansan, məsələn deyirsən Lənkərandanam, hardansan Qubadanam. Məndən soruşanda deyirəm Saatlıdanam. Yəni mən öz kəndimdən bu şəriət hökm olduğu üçün bunu izah edirəm ki, məsələ tam aydın şəkildə bəlli olsun. Etiraz etməmişəm, yəni fikrimdən da oranı özümə daha kənd bilmirəm deyə yox. Mən bir günlükdə atamın, anamın ziyarətinə getmiş olsam, əgər zöhr azanına qədər öz kəndimizə çatmış olsam, orucum da yerindədir, namazım da bütövdür. Amma birdən zöhrdən sonranın heç bir problemi yoxdur. Zöhrdən öncə mən səhər yox, məsələn çıxmışam saat 11-də binədən, azan vaxtı Şirvanda, Hacqabulduyam. Nə bura yaxın deyiləm, nə də öz rayonuma, kəndimə çatmamışam. Mən artıq azan vaxtı yolda müsafir hökmündə olduğuma görə mən orucumu açmalıyam və namazımı da orada qılmalıyam, qəsr qılmalıyam. Bu ayət-i şərifədə ki qeyd olunur: وَمَنْ كَانَ مَرِيزًا أَوْ عَلَى سَفَرٍ فَعِدَّةٌ مِنْ أَيَّامٍ أُخَرٍ. Kim ki mübarək Ramazan ayının günlərində xəstə olsa, naxoş olsa və ya səfərdə olsa, ilin digər günlərində, başqa günlərində nə etməlidir? Həmin günlərin, tutmadığı günlərin qəzasını etməlidir. Bu, şəriətlə bağlı olan bir şəri məsələ idi. İstədim ayənin izahında bunu da sizinlə bölüşək. Peyğəmbər alı Peyğəmbərə səlavat çəkir. Deməli, mübarək Ramazan ayı əslində o qəlbi yorulmuş, lakin ümidini itirməmiş insanların ayıdır. Bəzən insan elə günahlar eləyir, günahdan yorulur. Hətta bəzən bu fikrə düşür ki, görəsən Allah məni bağışlayar. Allah şahidimdir ki, bu illər, bu xidmətimizdə mən belə insanlarla qarşılaşmışam. Adam gəlib deyir, tövbə eləmək istəyirəm. Amma bilmirəm ki, tövbə eləsəm Allah məni bağışlayar yoxsa yox. Deyir, mən o qədər günah eləmişəm, o qədər günah eləmişəm. Deyim, bilməyərəkdən eləmişəm, yox, bilmişəm. Deyim ki, Allahın məni görməsinə etiqadım, əqidəm olmayıb, yox, elə etiqadım, əqidəm də bu olub ki, o görür. Yəni, o görə-görə, o baxa-baxa, özüm də bilə-bilə günahlar eləmişəm. Amma indi özüm də xəcalət çəkirəm. Düzdür, tövbə edirəm. Amma elə bilirəm ki, bu qədər günahla Allah məni bağışlamaz. Belə düşünməyək. Allah Teala Quran-ı Kərimdə bir neçə ayətdə buyurur: وَلَا تَقْنَتُوا مِنْ رَحْمَةِ اللّٰهِ. Bizim çox mərhəmətli Allahımız var. Buyurur ki, ay mənim rəsulum, o insanlar ki, günah eləyib, özlərinə zülm eləyiblər, onlar ki, naümiddilər, onlara söylə ki, وَلَا تَقْنَتُوا مِنْ رَحْمَةِ اللّٰهِ. Allahın rəhməti barəsində nagüman olmasınlar, naümid olmasınlar. İnna Allaha yaghfiruz-zunube cəmi'a. Allah günahları bağışlayandır. O mərhəmət sahibidir, məğfirət sahibidir. Ona görə bu ayda bizim bağışlanmağımız üçün bir fürsət ayıdır. Qəlbimizin oyanışı və dirilişi üçün bir fürsətdir. Demək, artıq bu müqəddəs Ramazan ayının, bu bağışlanma möhləti, fürsəti verilən ayın biz artıq 9-cu gününə gəlib çatmışıq. Vaxt
doğrudan da sürətlə gedir. Artıq biz mübarək Ramazan ayının 2-ci cüməsini yaşayırıq. Bu mənəvi aydan biz maksimum dərəcə faydalanmalıyıq. Ay bitəndə ayılmayaq ki, elə biz yemək içmək peşində olmuşuq. Yemək içmək, bəzən görsən elələri var. İnşallah ki, aramızda olmaz, olsa da bizi bağışlasın. Adam, məsələn, o başlanlıqda iftarı fikirləşir. İftarda da o başlanlıqda nə yeyəcək fikirləşir. Yəni, elə o başlanlıqla iftarın arasında qalıb. Məsələn, indi o iftar süfrələri gözəldir, getmək yaxşıdır, vermək daha yaxşıdır. Amma bəzən görürsən ki, adam elə səhərdən gecənin fikrindədir, gecədən də səhərin fikrində. Bir də ayılıb görərsən ki, elə bu ibadət, itaət, bu Quran, ayət və s. yaddan çıxıb, elə bir ay boyunca sən düşmüsən neyin dalıca? Yemək içməyin dalıca. Aman bu nəfsin əlindən. Aman bu nəfsin əlindən. Mən səhər çağı olan əzizlərim bilərlər, mən toxundum bu məsələyə və bir daha burada da vurğulamağı özümə borc bilirəm. Ayədə oxuduq, Allah nə buyurur? Şəhru Ramazanəl-ləzi unzilə fihil Qur'an. Ramazan ayı elə bir aydır ki, bu ayda Qur'an nazil olub. Mən burada əyləşən yüzlər insandan, səsimizi eşidən ana bacılarımdan, bu onlayn vasitəsilə ölkə daxilindən, ölkə hüdudlarından kənar bizi hal-hazırda izləyən insanlara da üz tutub söyləyirəm. Neçə nəfərimiz bu 9 gündə Qur'anı əlimizə alıb, ayətlər oxuyaraq, o ayətlərin barəsində tədəbbür və təfəkkür elədi. Axı bu Qur'anın nazil olduğu aydır. Qur'anın yer üzərinə hudən linnas, insanları hidayət etmək üçün düzlüyə istiqamət vermə ayıdır. Desən, vaxtım yoxdur, bir çoxu iftarı gözləyir, iftarı açan kimi, kimə hara münasibdir, uyğundur, restoranlarda, kafelərdə, çayxanalarda 101 oynayırlar. 1 saat oynaya dərd yarı, 2 saat o, bir də ayılıb görürlər, imsaka biraz az qalıb, deyirlər ta imsakdır. Gedək yeyli olduğu yerdə də imsak eləyir. Bu da oldu bunların Ramazan gecələri. Ağır məsələdir. Nə gözəl olardı, sən o 3 saatın əvəzinə əlvə Qur'an alasan, bir surə oxuyasan. O 3 saatın əvəzinə qəzalarından qılasan. Amma heyf, səd heyf, yüzlər heyf ki, bu rəhmət, bərəkət, məğfirət ayını bəzilərimiz elə ac və susuz qalmaqdan başqa bir şey eləmirik. Ayın mənəvi tərəflərinə diqqət eləmirik. Odur ki, bir növ biz özümüzə sözün həqiqi mənasında bu verilən şansdan, möhlətdən faydalanmırıq. Biz ki, bu fürsətdir bizə. İndi özümüzə sual versək ki, bu 9 gündə mən nə kimi dəyişmişəm? Yəni, mübarək Ramazan ayından öncə məndə nələr var idi, amma onları tərk eləmişəm. Yaxşı mənaya bu 9 gündə məndə nə dəyişiklik olub? Bunu şəxs özünə, fərd özünə sual versə, hərənin bir individual, belə deyək də, fərdi yanaşmada fərqli cavabı ola bilər. Amma mən burada cavabları istəmirəm. Sadəcə istəyirəm özümüzə sual verək ki, oruculuq bu 9 gündə ancaq bizdə yemək və içməkdən özümüzü qorumaqla 9 gün keçib, yoxsa əxlaqi baxımdan da bizim dəyişməyimizə səbəb olub. Ramazan qəlbin oyanışı, ruhun təmizlənməsi və Allaha möhkəm bağlanmağın bir göstəricisidir. Yəni, biz Ramazan ayında ruhən saflaşmalıyıq və Allaha daha da yaxın olmalıyıq. Bu ayda günahların bağışlanması üçün Allah bizə
fürsət verib. Biz nə qədər bu fürsətdən yararlanırıq, faydalanırıq və bu fürsətdən istifadə edirik. Və həmçinin mübarək Ramazan ayı qiyaməti xatırladan, insanın özünü özünə yaxın edib özünü tanıdan bir aydır. Fəqir və miskinlərlə paylaşaraq Allah verdiyindən Allah yolunda verərkən malının, canının necə bərəkətli olduğunun, necə də artımının fərqinə vara biləcəyimiz bir aydır. Mübarək Ramazan ayı yalnız fiziki baxımdan, fizioloji baxımdan ac və susuz qalmaq ayı deyil. Bu dilimizin, qəlbimizin də eyni zamanda oruc olduğu bir aydır. Məhz mübarək Şabaniyyə xütbəsində Peyğəmbər Salavatullahın kəlamlarındandır ki, Həzrət buyurur: "Vazkuru bicu'ikum və ateşikum cu'a yawmil qiyameti və ateşeh." Mübarək Ramazan ayında ki, ac qalırsınız, susuz qalırsınız, bu ayın aclıq və susuzluğu ilə qiyamətin aclığını və susuzluğunu yad edin. Xatırlayın məhşər gününü, orada olan aclıq və susuzluğu. Və Quran-ı Kərimin Əraf surəsinin 31-ci ayətində Allah Taala buyurur: "Və kulu vəşrabu və la tusrifu, innehu la yuhibbul musrifin." Yeyin, için, amma israf etməyin. Çünki Allah Taala israf edənləri sevmir. Və bu məsələyə biz mübarək Ramazan ayında da diqqət etməliyik. Yemək və içməklərdə belə israfa varmamalıyıq. Və bu ayda bizə ən çox tövsiyə olunan məsələlərdən biri Peyğəmbər Salavatullah buyurur: "Və tasaddaqu ala fuqaraikum və masakinikum." Fəqir və yoxsul insanlara sədaqə verin. Sədaqənin azı çoxu yoxdur, əzizim. Zatən bu mülkü, bu sərvəti sənə mənə verən o yenilməz qüvvət, qüdrət sahibidir. Məyər bu şahların, sultanların, məmurların aqibəti bizə nümunə deyilmi? O dünya malına susayan insan bənzədiblər ki, şor suyu içən insana bənzəyir. Məsələn, Xəzərin suyu şordur da və yaxud da bu qazılı sulardan içəndə susamısan və sənin istədiyin də sudur, elə içdiyin də sudur. Amma onu içdikcə sənin susuzluğun yatmaq əvəzinə sənə yanğı verir. Yəni, dünya malına aludə olub axirəti yaddan çıxardan, axirəti unudan və hər bir şeyini elə dünya malı bilən həmin susuz insanın şor su içməsi kimidir. Elə artdıqca tələbatı da artır, gəldikcə elə istəyi də artır. Ona görə bu şahların, sultanların sonu, aqibəti bizə nümunədir. O elməsəlidir, deyərlər, Allah verdiyindən yesən, dadındır. Versən, adındır. Yeyə bilməsən, verməyə əlin gəlməsə, ürəyin gəlməsə, yadındır. Ölüb gedəcəksən, heç özvə də qalmayacaq. Ona görə bu məsələdə son dərəcə diqqətli olaq, ehtiyaclı insanlara azından verə bilməsən də, onun qəlbini qırma, xoş sözlə könlünü al. Heç vaxtı yuxarıdan aşağı baxma. Özü yuxarı bilib onu aşağı bilmə. Çünki kimin əvvəli, kimin axırı heç kimə bəllidir. Ola bilər bir gün yer dəyişər, o zaman özün xəcalət çəkərsən. Ona görə Allah verdiyindən verə bilsən nə gözəl. Amma verə bilməsən də qəlbini qırma, qəlbini sındırma. Biz bəzən qazandıqlarımız kimin ağzında, kimin duası ilə də bilmirik ki. Bəzən birinə 1 manat versən, 10 manat versən, 5 manat versən,
o dua edir. Deyir ki, Allah səni saxlasın, Allah ailəyi saxlasın, Allah balaları qorusun, Allah eləməsin. Yolla keçəndə böyük, cavan, qadın, kişi, uşaq fərq eləmir ki. Biri nadürüstün biri görsən elə sürətlə sürür və yaxud elə o qaydasında sürür. Amma sən mən fikirli ollam, elə həmişə elə sürücünü günahkar, müqəssir bilmək olmaz. Hər halla ya elə ya belə gündə nə qədər ölüm hadisələri ilə biz qarşılaşırıq, amma Allah bizi nə edir? Qurtarır. Amma biz bəzən bilmirik. Bizim elə qoruyucu mələklərimiz həmin o yoxsul insanlara, imkansız insanlara, fəqir füqəraya etdiyimiz yaxşılıqda onların bizim barəmizdə etdiyi dualardır. Ona görə çalışın, Allah verdiyindən əsirgəməyin. Nə edə bilirsinizsə verin, amma vermə imkanınız olmadığı təqdirdə də gözəl sözlə, xoş sözlə onları yola salın. Mən bir dəfə bunu danışmışdım. Bir gün Harun Ər-Rəşid Bəhluldanəndiyə deyir ki, məni nəsihət elə, istəyirəm mənə ibrətamiz söz deyəsən, nəsihət eləyəsən. Bəhluldanəndə də hikmət sahibi olub. İmam Cəfər Sadiq əleyhissalamın o 4000 şagirdlərindən biri olub. Hətta Həzrət sonuncu dəfə hər tələbəsinə rumuzatla bir hərf yazıb, yəni başqaları bilməsin təbliğ metodunu, üslubunu. Bəhluldanəndiyə də cim hərfini yazıb. Yəni cünunluq, məcnunluq. Özü dəlliyə qoy, amma dini neynəcəkən? Təbliğ elə. O bəzən görsəni, biri əslində ağıllıdır, özün dəlliyə qoyub bir söz deyir, əslində həqiqəti satır. Reaksiya vermək istəyəndə deyirlər, o dəlidir, fikir vermir. Amma səndən məndən zəkalıdır, düşüncəlidir. Bəhluldanəndə də bu metodla özünü dəlliyə qoymuşdu, amma İslam həqiqətlərini satırdı. Bir gün Harun Ər-Rəşid Bəhlula deyir ki, məni nəsihət elə, mənə ibrətli sözdür. Təbəssüm eləyir, deyir ki, məyər səndən öncəkilər sənə ibrətdir. Bu səndən öncəki sultanlar, bu Sasani şahların sonuncusu Xosrov Pərvizin haqqında bir dəfə oxuyurdum ədəbiyyatda. Deyir, bir gün bu qəsrində baxır, ta şahdı sultandır da, bir xanımı da yanında, bəzən görsən, adam xanımın yanında özünü biraz göstərmək istəyirdi. İndi məğrur, indi belə şeylər olur. Cavan olanda biraz da çox olur belə şeylər. Xanımın yanında biraz məğrurlanır və baxır öz-özünə, deyir ki, bu şahlıq, sultanlıq daimi əbədi olsaydı nə yaxşı olardı, nə gözəl olardı. Deyir, xanımı zəkiyyə olub, aqilə olub. Cavab verir, təbəssüm eləyir, deyir, ay Pərviz, indi ailədə ta Şah Sultan kimi yox, belə adı ilə müraciət eləyir. Deyir, əgər bu şahlıq, sultanlıq daimi olsaydı, sən bugün bu taxta tacda olmazdın, səndən qabaq sənə verməzdi, sənə gəlib çatmazdı. Yəni, istəyir, izah eləyər ki, bu taxt tac da daimidir. Sultandır can bədəndə, bədən təxti səltənət. Sultan ki öldü, taxt düşər etibar edən, hakimi hakim edən, məmuru məmur edən, sultanı sultan edən, onun oturduğu kürsüdür, onun canıdır. Orada otura, Allah nitqi ondan ala, bütün bədəni iflic ola, müqavva kimi onun orada qalmasının nə mənası var? Sultandır can bədəndə, bədən təxti səltənət. Deyir, bu bədən sadəcə bu taxtın üstündə əyləşir də. Bizim aramızda burada oymaçı sənəti ilə, xərrat sənəti ilə məşğul olan məscid əhli qardaşlarımız var. Elə bu da onların əl işləridir. Ola bilər ki, hansısa bir sultanın oturduğu kürsüdən, taxtdan bir nəfər bir fərd çıxar, oturduğundan da yaxşı bir eskizlərlə, oyma əl sənəti ilə bir taxt düzəldər. Mühüm olan insan faktorudur. Bir sözlə,
Bəhlul Danəndə deyir ki, xəlifə sağ olsun, məyər səndən öncəkilər sənə ibrət deyilmi? Gəlib gedənlər ibrət deyilmi? Görür, bu biraz çox da dərin bunu qəbul eləmir. Deyir, sənə bir sual verim. Bu var, dövlət, sərvət, özdə bu Əbbasi xəlifələri içərisində bunun yazırlar, xəzinələri o qədər çox idi ki, xəzinədarlar açarı bir nəfər gəzdirmirdi, neçə nəfər gəzdirirdi, o qədər zəngin idi. Deyir ki, xörək yediyin yerdə, çörək yediyin yerdə birdən o tikə, loxma bənd olub boğazında qala. Bəhlul indi bunu Harun Ər-Rəşidə deyir. Bənd olub qala. Bu bəzən başımıza gəlibdir, o balıq tıxı qalır, nə çıxarda bilirsən, nə çöpçüyə aparırlar, nə bilim rengin, ora bir neçə gün çəkir də o özünə gələnəcən. Deyir, o bir tikə, bir loxma bənd olub boğazında qalıb. Nə çıxarda bilirsən, nə uda bilirsən. İndi şahsan da, sultansan, xəlifəsən, şahın, sultanın sarayında həkimi də olur, məsləhətçisi də olur və s. Deyir, əl-ayağa düşürlər, tez həkim təbib deyir ki, bu elə bir yerdədir ki, biz bunu çölə çıxara bilmərik, amma aşağı ötürə bilərik, boğazdan mədiyə ötürə bilərik. Amma bunun bir şərti var. Bu varın, dövlətin, sərvətin ki var, bunun gərək tən yarsın verəsən. Bəhlul Danəndə deyir ki, xəlifə sağ olsun, belə bir duruma düşsün, sərvətin tən yarsın, verərsən, verməzsən. Bir anlıq qalır, deyir, verməsəm öləcəm, başqasına qalacaqsa, tən yarsın verərəm, o tən yarını heç ölənə qədər də istəsəm, məsrəf eləsəm, xərcləsəm, onsuz qutarandır, verərəm. Deyir, xəlifə sağ olsun, razılaşırlar, sərvətin tən yarsını səndən alırlar, işə başlayırlar və həmin o ilişib qalan tikəni ötürürlər, nə imişsə qalan üz aşağı. Üzr istəyirəm böyüklərimdən, izləyicilərdən, səsimi eşidən ana və bacılarımdan xüsusilə. Deyir, bir neçə saatdan sonra gəlir o ifrazat borusunda. İndi çölə gedə bilmirsən, bunu çıxarda bilmirsən. Yenə həkim, təbib, burada geri qaytarmaq mümkündürsə, orada heç mümkündür. Nə edək? Deyir, sərvətin qalan tən yarsını versin, edərik. Verərsən, verməzsən. Deyir, verməsəm ölərəm, verərəm, bunu mən qazanmışam, sağ qalaram, yenə qazanaram. Bəhlul Danəndə gülür, təbəssüm edir. Deyir, şah sağ olsun, xəlifə sağ olsun. Dəyərmi bir tikənin ağızdan daxil olub çıxmasına görə bu qədər insanların haqsız yerə malını mənimsəyəsən, bu qədər məzlumun haqqına girəsən, onların mallarını müsadirə edəsən, bu qalır belə. Yəni, doğrudan da dünyanın fani olduğunu biz bilirik. Dünya malının dünyada qalıcı olduğunu da bilirik. Amma aman bu nəfsin əlindən, aman bu nəfsin əlindən, yenə aman bu nəfsin əlindən. Bəli, buyurur, وَتَصَدَّقُوا عَلَى فُقَرَائِكُمْ وَمَسَاكِينُكُمْ. Peyğəmbər salavatullah buyurur, bu ayda sizə tövsiyə edirəm, çalışın fəqir və yoxsul insanlara sədəqə verin. Allah Teala Quran-ı Kərimdə Əl-Bəqərə surəsinin 274-cü ayəsində buyurur, اَلَّذ۪ينَ يُنْفِقُونَ أَنْوَالَهُمْ بِاللَّيْلِ وَالنَّحَارِ سِرًّا وَعَلَانِيَّةً فَلَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ. Buyurur, o kəslər ki, Allahın onlara verdiyi maldan, mülkdən, madardan, ruzidən, gecə və günüz, gizlində və aşkarda infaq edələr, yoxsul və imkansız insanlara əl yetirələr, fələhum əcruhum ində rabbihim. Onların Allah yanında xüsusi mükafatı var. Əslində, biz Allah verdiyini Allah yolunda veririk də, özümüzün deyir ki,
Hər nəyimiz var onundur. Hər nəyimiz var ondandır. Amma bəzən görürsən həqiqətən Allah verdiyindən Allah üçün verəndə qəlbimiz o qədər rahat olur. Bu əlbəttə ki, o infaqın, ehsanın mənəvi dadını dadan insanlara aiddir. Qəlbin rahat olur. Birinin narahat halında yardımcı olursansa, könlünü xoş eləyirsənsə, qəlbin rahat olur ki, Allah verdiyindən sən də verdin. Allah verdiyindən sən də infaq elədin. Və son olaraq bunu deyim və sözümü tamamlayım və Peyğəmbər salavatullah Şabaniyyə xutbəsində bu ayda وَوَقِّرُوا كِبَارَكُمْ وَارْحَمُوا صِغَارَكُمْ buyurur ki, böyüklərinizə ehtiram edin, kiçiklərinizə isə mərhəmət göstərin. Evində böyücü olan, atası, anası sağ olan insan, onun çətinliyinə, onun narahat halına dözərək, Rəbbi tərəfindən mükafatlanacağına əmin olsun. Baxın, biz uşaqkən atamızın, anamızın imtihanı yıxsa, ata və analarımız yaşlananda onlar bizim imtihanımıza çevrilir. Evində uşağın var da, görürsən neçə dəfə soruşsa, can oğlum, can qızım, can balam, qurban olum, başıva dönüm. Amma öz övladın dəfələrlə əlindən öpürsən, ayağından öpürsən. Amma unutmayaq ki, biz də uşaq olanda öz övladlarımızın yerində valideynlərimiz də bizim dəfələrlə əlimizdən, ayağımızdan öpüb. Mən burada səmimi bir sual verirəm. Uşaqkən analarımızın ayağımızın altından öpdüyü qədər biz onların əlindən öpmüşükmü? Mən demirəm hamımız etməmişik, mən heç ünvanlı da demirəm. Amma məsələnin ağırlığını istəyirəm deyəm ki, ayağımızın altından öpən analarımızın biz ayağımızın altından öpdüyü qədər onun əlindən öpməmişik. Odur ki, ata-ana neymətdir. Nə qədər sağdır qədrin bil. Alıb verdiyi nəfəs bərəkətdir. Bir hadisə yadıma düşdü. Deməli, olardı bir oğlun 60 neçə yaşı, atanın 80-ın üst yaşı var idi. 90-a sahman bir yaşı. Oğlu atasına nəvaziş eləyirdi. Bu yaşlı kişi hərdən bunu şillələyirdi. Biraz əqli huşu getmişdi. Özündə döyürdü. Şillələyirdi. Yanında bir nəfər özünü saxlaya bilmədi. Dedi, axı bu səni vurur və niyə belə eləyirsən? Məsələn, biraz kənar dur. Bu gözü dolaraq dedi ki, o mənim atamdır. Mən bilirəm o mənim atamdır. Amma o indi bilmir mən onun oğluyam. Heç bilmir nə edir. Mən nə etsəm onun haqqını əda eləyə bilmərəm. Yəni, bəzən bu valideyn mövzusu doğrudan da həssas mövzudur. Bizim böyük təşəyyü aləmində o parlaq simalardan olan alimlərimizdən olub, Şeyx Səduq əleyhir rəhmənin haqqında yazırlar. Özünün 80 neçə yaşı olanda, 86 yaşı olanda anasının 100 neçə yaşı var imiş, dünyasını dəyişib. Deyir, anasının o vəfatı zamanı bu uşaq təki hönkür-hönkür ağlayırmış. Deyir, tələbələri yaxınlaşır ki, ustad, bəs bizim atamız, anamız dünyasını dəyişəndə deyirdin, səbirli ol, ağlama. Bəs özün niyə ağlayırsan? Deyir, axı siz bilmirsiniz mən necə neymətə əlimdən vermişəm. Özü alim, müctəhidlərin ustadı olub, böyük nəhəng şəxsiyyətdir. İmam Zaman əleyhissalamın o Qeybət-i Kubra dövrünə ən yaxın olan mötəbər alimlərimizdən, 3 nəfərdən biridir. Deyir, mənim bir narahat işim olanda, bir işdən narahat olanda, qəlbim nigaran olanda,
Gəlib dayanırdım anamın yatağı, illərlə də yataq xəstəsi idi. Deyir, dayanırdım anamın yatağı kənarında. Deyirdim, ana, məni dua elə. Deyir, o xəstə haldan əl açıb dua eləyirdi. Qəlbimə bir aramlıq çökürdü, huzur gəlirdi və əmin olurdum ki, o Allah ki mən tanıyıram, o Allaha ki mənim əqidəm var, mənim bu yaşlı anamın duasını geri çevirməz. Mənim barəmdə anamın dediyi bu sözü geri çevirməz. Deyir, indi mən narahatam ki, elə bir hal baş versə, mən kimə gedib deyəcəm məni dua eləsin. Ona görə siz bilmirsiniz mən necə bir neymətə əlimdən vermişəm. Ona görə möhtərəm cəmaatımız, xüsusilə mənim o cavan qardaşlarıma, cavan bacılarımadır sözüm, təvəqqüm, ricam ki, evində yaşlı atası, anası olanlara xidmət eləsin. Onlar zaten qonaqdır. Zaten hamımız bu dünyada qonağıq. Amma yaşlı insan uşaq tək olar, kövrək olar, küsəyən olar. Məsələn, biz uşaqkən yeriyə bilməyəndə bizim əlimizdən tutardılar. İndi onlar yaşlanıb yeriyə bilmir, biz onların əllərindən tutmalıyıq. Təsəvvür elə, uşaq vaxtı o döşlük, sinəlik deyirlər də, uşağı bağlayırlar, üstü paltarı batmasın. Amma onunla belə nə qədər hər gün analarımız bizim xörək yeyəndə, paltarımızı bulayanda gündə neçə dəfə dəyişib. Amma ana xörək yeyəndə, üstü batanda görsən oğul qız ona reaksiya verir, səsini qaldırır, onu qəlbini qıracaq sözlər, ifadələr işlədir. Bunlar hamısı imtihandır. Bir məsəl də yadıma düşdü, bunu qeyd edeyim və sözümü elə bununla da bir son İsra surəsinin 23-cü ayəsi ilə tamamlayayım. Bir İbrətamiz hekayələr kitabı var idi. Bunu bir 14-15 il bundan qabaq oxumuşam, bilmirəm, danışmışam, danışmamışam, yadımda deyil. Deyir, bir evdə yaşlı ata-ana olur, bunlar yaşlanırlar və əllərindən, o əsdiyindən xörək yeyəndə, çay içəndə bəzi vaxtlar qab düşərmiş, qırılarmış. Deyir, oğulla gəlin evdə bir dəfə, iki dəfə narahatçılıq və qərara gəlirlər ki, bu atıya, anıya taxtadan qab düzəsinlər, taxtadan belə deyək, bardaq olsun, fincan olsun, stəkan olsun ki, yerə düşəndə qırılmasın. Deyir, bir müddət ataya elə bu taxta qabda xörək verirlər, anıya taxta qabda su verirlər və s. Bir gün bunların bir 4-5 yaşında övladı var imiş. Bəzən Allahın o əsrarından insan baş açmır da, doğrudan hikmətindən sorğu-sual olunmaz. Uşağın dili ilə bəzən böyüyə bir mesajlar verər. Uşağın hərəkəti ilə böyüyə dərslər verər. Baxarsan Allah, 4 yaşara bu söz hara, 5 yaşara bu hərəkət hara. Görürlər ki, uşaq əlində bıçaq, taxta əlini alıb yontalayır. Soruşurlar ki, oğlum, balam, neynirsən? Deyir ki, mən də indidən taxtadan qab düzəldirəm ki, siz də babam kimi, nənəm kimi qocalanda, siz də bundan. Əslində, o uşaq nə taxtadan qab-qacaq düzəldən yaşıdır, nə də ki, onun heç fərqinə varmır ki, bu taxta ilə olmaz, hörmətsizlik, bunları düşünmür. O elə həvəsib onu eləyir, görüb eləyir. Amma Allah o uşağın əli ilə gör necə böyüklərə dərs verir və onlar səhvlərini başa düşüb həmin gündən atıya, anıya daha diqqətli olmağa başlayırlar. Allah Teala İsra surəsinin son ayədir. Bunu oxuyayım, sözümü tamamlayayım. Buyurur: "Və qaza rabbuka an la ta'budu illa iyyah." Rəbbin hökm etmiş ki, yalnız ona ibadət edəsiniz. "Və bil valideyni ihsanan" və valideynlərinizə isə yaxşılıq edəsiniz.
İmma yəbluğənə indəkəl kibər ahaduhuma əv kilahuma. Onlardan biri və ya hər ikisi yaşlandıqda, niyə biri və ikisi deyir? Ola bilər biri cavankən dünyasını dəyişə, ola bilər biri daha tez fizioloji baxımdan qocalıq onda özünü əks etdirə. Deyir onlardan biri və ya hər ikisi yaşlanarsa, fəla təqulləhuma uf. Onlara uf belə demə. Və la tənhərhuma. Onları alçatma. Onlara səsi qaldırma. Onların qəlbini qırma. Onların qəlbini sındırma. Və qulləhuma qavlan kərima. Onlarla mülayim danış. Onlarla mehriban rəftar elə. Ona görə möhtərəm cəmaatımız bu mübarək Ramazan ayında bu 3 məsələyə diqqət eləyək. Hədis və ayələr ki qeyd etdik. Acılıq və susuzluqda biz qiyamətin acılıq və susuzluğunu yad edək və fikrimiz, zikrimiz elə yemək, içmək olmasın. Bu ayın mənəvi tərəflərinə köklənək və ikinci, yoxsul və imkansız insanlara bacardığımız qədər bu ayda sədəqə verək, infaq edək, ehsan edək və üçüncü son toxunduğumuz məsələ böyüklərimizə hörmət, azyaşlı uşaqlarımızasa mərhəmətlə davranaq. O sevgini onlara verək. Xüsusilə evində qız övladın varsa Allah olmayanlara o gözəl pay verməklə sevindirsin. Allah bütün balalarımızı, xüsusilə qız balalarımızı xanım Zəhra salamullahi əleyhanın iffət və ismətindən ayrı salmasın. Çalış ondan mehriban ol, onu sev, sevgi etiraf elə, əzizlə, mənim balam, mənim qızım, gözümün nuru, başımın tacı, qəlbimin meyvəsi, ruhum, hər şeyim, ən gözəl sözləri qızıva decinə. Bilirsən niyə? Çünki Allah xanımı, qızı tumara meyilli, nazlı yaradıb, qəmzəli yaradıb, işvəli yaradıb. Sən ona kobud olsan, o sevgini ona verməsən, o sevgi dilənçisinə çevriləcək. Onu gedib qıraqda axtaracaq, kənarda axtaracaq. Qoy ən xoş sözləri səndən eşitsin. Kimsə deyəndə ona meyl eləməsin. Desin elə atamdan mən eşitmişəm bunu, qardaşımdan eşitmişəm, anamdan eşitmişəm. Yəni o gözəl sözləri biz balalarımıza əsirgəməyək. Ən gözəl sözləri onlara deyək. Və bu elə Peyğəmbər sallallahu kəlamında da böyüklərinizə hörmət edin və övladlarınıza mərhəmət duyğusu ilə yanaşın. Bəli, Allahım, etdiyimiz duaları qəbul et Cənab. Bu mübarək Ramazan ayında tutduğumuz orucları bizdən qəbul et Cənab. Allah, Qur'anın nazil olan ayıdır. Bu ayda Qur'an oxumağı, oxuduğumuz Qur'anın barəsində tədəbbür və təfəkkür etməyi bizlərə nəsib et Cənab. Allah, bizi Qur'an və Əhl-i Beyt əleyhimussalamlardan ayrı salma Cənab. Allah, ömrümüzdə bizə möhlət vermisən, özümüzü bağışladaq, bizi bağışlanan qullarından qərar ver Cənab. Allahım, mərizələrimizə acil şifa ol, mərhəmət et Cənab. Övladı olmayanlara övladı salihin nəsib et Cənab. Allah, bu birliyimizi, bu vəhdətimizi daimi əbədi et Cənab. Allah, bu artan sayımızı günü-gündən daha da artır Cənab. Allah, qəlbimizi iman nuru ilə nurlandır Cənab. Allahım, cümlə şəhidlərimizə rəhmət et Cənab. Qazilərimizə acil şifa inayət et Cənab. Allahım, əsgər balalarımız, övladlarımız, onları sağ, salamat öz ailələrinə, ata-analarına geri qaytar Cənab. Allah, bu günlərdə imtahan verənlər var, valideynlər yazıb, zəng edib, dua istəyirlər. Allah, bütün xalqımızın, ölkəmizin o gözəl balalarını, o imtahan verən övladlarımızı istədikləri o yerlərə, universitetlərə, texnikumlara, hansı ali məktəbə daxil olmaq
edirlərsə, Allahım onları ora daxil etməklə onların qəlbinə fərəh və sevinc əta etkinəm. Allahım, sən rəhmansan, rəhimsən, qəlbimizdən keçənləri bilirsən. Allah qəlbimizin dərinliyində olan o hacət və mətləbləri rəva etkinən. Allahım, cümlə məscidlərin, xüsusilə bu məscidin ilk günündən bu gününə qədər inşa edilməsində, torpağının alınmasında, təmir, bərpa, son inşa işlərdə, təmir işlərində və bugünkü günə qədər bu kommunallarının məsələlərində məscidimizin əhli, kənar dostlar, qardaşlar ki, yardımçıdırlar. Allahım, dünyasını dəyişənlərə rəhmət, qalanlara bərəkətli ömr əta etkinəm. Zamanı imamımızın zuhurunda təcil etkinəm. O həzrətin gəlişi ilə qəlbimizi, dünyamızı abad etkinəm. Etdiyimiz duaların qəbuluna Muhammed o al Muhammedə 3 ucalı Muhammedi salavat. Sürücülərimizin salamatçılığına xatir salavat zikr edək. Zindanlarda olan məhbusların, müşkillərinin həll olub azadlığa qovuşmalarına salavat zikr edək. Övlad aşıqda olan ailələrimiz var. Tezliklə əməl salih övladları olmasına xatir salavat zikr edək. Ustad müəllimlərimiz, valideynlərimiz, qonşularımız, ağsaqqal ağabeyzəklərimiz, boynumuzda haqq olan kimsələri salavatla yad edək. İltimas dua edənlərimiz var, xəstəsi olan, müşkili olan, həllərəvi olmasına salavat zikr edək. Hazır rəhbəri ilədir, cəmaat namazı edir, xütbə oxudu. Allah razı olsun, özünün, ailəsinin salamasına xatir, valideynlərinin salamasına xatir, ömrünün, elminin daha da bərəkətli olmasından ötəri və dünyasını dəyişmiş ata-babalarının, əmvatlarının istirahəti ruhuna xatir salavat zikr edək. Xüsusilə bu cəmiyyə maddi, mənəvi sıxıntısı, çətinliyi var, istər ailəsində, istər övladı ilə, istər sağlamlığı ilə, işi ilə bağlı qardaşlardan xüsusi iltiması dua edən olduğu müşkülləri var. Həllinə salavat zikr edir. Allah bir nəfər məndən dua istədi. Bəli, inşallah əziz qardaşımız əlimizdən hacət iltimas edənlər olur. Elə onun simasında burada kimin qəlbində nə xüsusi hacəti mətləbi var, rəva olmasından ötürü Muhammed o al Muhammedə salavat zikr edir.
Çok sağ olun. Sağ olun.